Bakterial vaginozun müalicəsində yeni ümid. Rusiyanın Seçnov Universitetinin alimləri bakterial vaginozun müalicəsində yeni yanaşmalar hazırlayıb. Tədqiqatçılar xəstəliyin əsas səbəblərindən biri hesab olunan və bakteriyalara antibiotiklərin təsirindən qoruyan bioplyonkaların dağılması üçün iki fərqli üsul təklif edib. Araşdırma zamanı ferment əsaslı preparatların bu qoruyucu təbəqəni parçalayaraq antibiotiklərin təsirini gücləndirdiyi müəyyən olunub. Məlumata görə bu üsul standart müalicə ilə müqayisədə 1,8 dəfə daha yüksək effektivlik göstərib. Digər yanaşma isə süd turşusundan istifadə edilməsidir. Tədqiqatın nəticələrinə əsasən süd turşusu ilə müalicənin effektivliyi 2 həftədən sonra 85,3%, 3 ay sonra isə 93,4% təşkil edib. Mütəxəssislər bildirirlər ki, süd turşusu vaginal mühitin turşuluq səviyyəsini qoruyaraq faydalı laktobakteriyaların çoxalmasına şərait yaradır və zərərli mikroorqanizmlərin inkişafını məhdudlaşdırır. Bununla bağlı süni mayalama üzrə mütəxəssis cərrah mama-ginekoloq uzman doktor Ülviyə Mehdixanlı STV xəbərə danışıb. Vaginanın özünün faydalı bakteriya dediyimizdə biz hər zaman faydasız zənn edirik, amma yox. Bizim vaginamızda da faydalı bakteriyalar var. O vaginanın pH-ı pozulduğunda, çoxlu antibiotik istifadə etdiyimizdə, vaginal duş edildiyində, bu gibi şeylərdə vaginanın özünün ya da lazımsız şamlardan istifadə etdiyimizdə, heç uyğun olmayan şamlardan istifadə etdiyimizdə vaginanın da pH-ı pozulur. O mühiti də, o turşu qələvi mühiti bir-birinə pozulur. Pozulduğunda da orada faydasız bakteriyalar çoxalır, faydalı bakteriyalar azalır. Orada mühit dəyişdiyi üçün bir vaginozis, bakterial vaginozis yaranır. Nə narahatdır? Vaginal axıntıdır. Balıq qoxusu şəklində olan axıntıdır. Biz bu zaman təbii ki, antibiotiklərdən istifadə edirik. Əsas xəstələrə hər zaman deyirik, lazımsız antibiotik istifadə etməyin ki, vaginanızın florası pozulsun. Vaginanın florası pozuldu, onu biraz bərpa etmək çətin olur həqiqətən. Bu zaman məsələ şeylər var, ölkəmizdə də var, bizim Türkiyədə də var idi. Flora bərpa edici şamlar var, məsələn, uzun müddət deyil, xəstəyə bunlar istifadə edir. Tədqiqatçılar yeni müalicə üsullarının klinik praktikaya tətbiqi üçün araşdırmaların davam etdiriləcəyini açıqlayıb.